şeytan da insana müəyyən vədlər verir. Allah Taala buyurur ki, "Əş-şeytanu yaidukumul fəqr." Şeytan sizə vədə verir fəqirliklə. Şeytan sizi qorxudur fəqirliklə. Şeytanın vədəsi budur. Və yəmurukum bil fəhşa. Şeytan sizə pislikləri təklif edir. Bu ayəni iki mənada izah eləmək olar. Bir mənada budur ki, şeytan bir nəfər insan kasıba əl tutmaq, səxavət göstərmək istəyir. Şeytan deyir, bunu eləsən kasıblayarsan. Bu şeytanın fəsvəsəsi olar insana. Bir mənəvi fəqirlik budur ki, insana pislikləri öyrədər, insanda olan o gözəl xüsusiyyətlər aradan gedər. Həsəd, paxıllıq və buna bənzər xislətlər insanda həkk olar. Bu şeytanın insana vəd etdiyi elə fəqirlikdir. Və Allah Taala nə vəd edir insana? Vallahu yaidukum məğfirə. Allah sizə vəd verir bağışlamağı. Allah Taala sizə vəd verir məğfirəti. Məğfirətən minhu və fəzlən vallahu vasiun əlim. Allah Taala sizə fəzilət, üstünlük bəxş edir. Və Allah Taala hər şeyi biləndir və geniş rəhmət sahibidir. Əlbəttə, biz fəqirlik barəsində danışdığımız